Elektrik tramvayı Bakıda birdən-birə ortaya çıxmadı. Mənbələr qeyd edir ki, bu ideya hələ 1902-ci ildə təklif edilmişdi. Amma siyasi gərginliklər və müharibələr səbəbindən layihə təxminən 20 il gecikdi. Yalnız 1922-ci ildə Bakı Soveti bu layihəni reallaşdırmağa başladı və 8 fevral 1924-cü ildə Bakıda ilk elektrikli tramvay xətti açıldı. Aznef meydanı ilə Dəmir yolu vağzalını birləşdirən xətt açılış günü şəhərdə böyük bayram kimi qeyd olundu. İlk sərnişinlər bir neçə saat ərzində pulsuz daşındı və sükan arxasında şəhərin ilk tramvay sürücüsü kimi tarixə düşən Aleksandr Lisovski əyləşmişdi. Bu təkcə texniki yenilik deyildi. Bu, Bakının şəhər ritminin sürətlənməsi idi. Elektrikli tramvayın gətirdiyi əsas dəyişiklik daşıma gücü idi. Əgər 1920-ci ildə 9,9 milyon sərnişin daşınırdısa, 1925-26-cı illərdə elektrik tramvayı ilə sərnişin daşınması 50 milyonu keçdi. Bu bir neçə il ərzində baş verən kəskin sıçrayış idi. Şəhər böyüyür, məsafələr uzanır, sərnişin axını artırdı və elektrikli tramvay bu axını daha səmərəli idarə etməyə başladı. Bu sistemin arxasında konkret texniki standartlar var idi. Elektrik tramvayı 600 volt sabit cərəyanla işləyirdi. Enerji vaqonları hava əlaqə məftilləri ilə, kontakt şəbəkəsi vasitəsilə ötürülürdü. Rels eni isə Konka dövründən miras qalmışdı. 1524 mm standartında saxlanılmışdı. Yəni 1889-da seçilən rels ölçüsü 1924-dən sonra da Bakının tramvay taleyini daşımağa davam edirdi. Bəzən tarix böyük ideyaları bir cümlə ilə yox, belə kiçik texniki qərarlarla yazır. Elektrikli tramvay dövrü 80 il ərzində Bakının əsas nəqliyyat arteriyalarından biri kimi yaşadı. Şəbəkə genişləndi, şəhər böyüdü, yeni yaşayış massivləri yarandı. Mikrorayonlar formalaşdı və tramvay xəttləri bu coğrafiyanın içindən keçərək Bakını bir-birinə bağladı. 1966-cı il bu genişlənmənin zirvə nöqtəsi hesab olunur. Həmin ildə tramvay yollarının ümumi uzunluğu 102,5 kilometrə çatmışdı. Bu rəqəm tramvayın şəhərin nəqliyyat onurğasına çevrildiyi dövrün simvoludur. 1980-cı illərin sonunda marşrutlar artıq Xətai rayonu, 8-ci kilometr qəsəbəsi, Montin, Zığ limanı, Varovska qəsəbəsi və müxtəlif mikrorayonları 1-ci, 5-ci və 3-cü mikrorayonları əhatə edildi. Mərkəzi hissələrdə isə Təbriz və Həsən Əliyev küçələrini birləşdirən dairəvi strateji xəttlər yaradılmışdı.